Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumaz Azerbaycanımızı, bütün qürbətdə yaşayan kardeşleri salamlayıram. Bugün 26 sentyabr 2025-ci il. Bərdə at bazarı. Kardeşim belə bir atı var. Hal-hazırda. Neçəsindədir bu kardeş? Altısında. Belə yorğastalı nədir? 35. Hardan getmisən bunu? Bərdənin Seysu kəndindən. Ha, nə gözəl. Qiyməti nədir? 2000. 2000. Boyu nə qədərdir bunun? Nalla, nalsız? Nalla. Nəsə qısalarında zalında bir problemi. Yorğadan çıxmağı necə? Çıxsan da çıxmır. Yok yok. Aslında yolda. Aha. Nə gözəl, nə gözəl. Qiyməti 2000. 4 rəqəmindən nə qədər? 98-35. Bu atın sahibinin nömrəsi. Xeyirli olsun. Qaqa, bunu neçə edirsən? Ha? 1000 manata. Hardan getmisən bu atı? Ha? Yevlaqdan. Balası dişidir. Belə yorğastalı nədir? 30. Min manat dedin ha? İkisi bir yerdə. Minə bax. Ana bala. Sağ ol Ürək. Qaqa bu nəsəsindədir? Ha? Neçə edirsən onu? Qiyməti? Neçə? 900'ə. Yorğası nədir bunun? Bunu elə belə bir dənə tərpət belə qoy çəkim də. Ay maşallah. ...90-54. Bunun boyu ne kadardı? Biz it araz tanıyık. Güzel kardeşim böyle bir atı var. Nesesindədir bu? 5'inde. Böyle yorğasına da ata. Tamiz. Çıxmağı zalı necə? Qiyməti nədir? 700. Hardan getmisən bunu atam? Bərdə rayonunun Lək kəndindən. 98-70 bu atı sahibi. Bərdə rayonunun Lək kəndindən. Bunlar kimindir? Bilmirsiniz? Gözəl çox satdıqdır. Gəl bura sən çəkin. Neçəsindədir bu? 4'ünde. Ne var ne yok? Sağ ol kadam. Ben bunu çekeceğim bir tane. Neçə edirsən bunu? Ha? 900'ə. Hardan getmisən bunu? Hardan? Alpotdan. Belə yorğa minilir yoksa mələ yok. Belə yorğası nədir? Aha. Şunan əmin nömrəsini götür qaqam. Sən çəkməyəcəm, gəl bura. Neçəsindədir bu qaqam? 7'sində. Neçə deyirsən? 700'ə. Belə yorğası nədir? 35.
Yazdın. De görüm 4 rəqəm. 39.40. Ama gözəldir belə. Kardeşim belə bir atı var. İzləyicilər oradan yazır ki, bazarda at var. Hamısını çəkmirsən. Təkəm düşən. Vallahi bu da çoxsu şikayəsi yoxdur. Bağlayıb çıxıb gedir. Neçəsindədir bu? 7'sində. Belə yorğası salı necədir? 35 gedirmi? Çox gedir. Yorğadan çıxmağı necə? Qiyməti nədir? 1500. Hardan da geçmişsən bunu? Bərdə rayon 32 kəndi. Nə gözəl. 32-22. Allah pazar versin. Neçəsindədir bu? 5'ində. Hardan da getmişsən bunu? Goranboy rayonu Xarmərvət kəndi. Belə yorğası nədir? Təmiz. Çıxmaq zalı. Çıxıb eləmir. Qiyməti nədir? 900'a 35-79. Kardeşin əlaqanım. Bunu bəlkə də belə bir tərpədəsən çəkəm. Deyəm maşın gedən yer var. Qoy izləyicilər də baxsınlar buna. Maşınla gəlib kim istəsə yoxlayıb ala bilər. Xeyirli olsun. Neçəsindədir bu? 5'inde. 5'ində. Bunun boyu nə qədərdir? 1.47. Yorğası nədir bunun? 38-40. Hardan da geçmişsən bunu mənim qardaşım? Ağcabədir onun Qaynaq kəndi. Qiyməti nədir? Qaynaq kəndi, ha. 1500'ə. Nə gözəl. Yorğadan çıxmaq zalı necə? Çıxsan da çıxmır. 61-77. Bu da sizindir. Satdıq da tam. Neçəsindədir bu? Üçündə. Belə yorğası nədir bunun? Ha? Təzə ölgənib yeri. Qiyməti nədir? 2000'ə. Hardan da gətirmişsən bunu? Ağcabədidən. Ata baxanda bilirsən ki, nədir də şəxsiyyətini. Boyu nə qədərdir bunun? 1.45. Nə gözəl, nə gözəl. 11.98. İndən sonra dəyərli izləyicilərimiz, bax bu oğlan çəkəcək pazarların videosunu. Ola bilər ki, mən da öyle da izləyicilərimiz elə kadrı götürək. Birdən bazarda kiminsə, bazarda yox, elə çox yerdə. Kimlərinsə atı itir, oğurlanır. Yəni bu elə atların hamısı düşsün kadra. Bugünlük Bərdə bazarından bu qədər inşallah. Gəncə bazarında görüşmək ümidiyle. Mən sizinlə sağollaşıram. Allah sizləri qorusun. Gəncə imişli çəkilişlərimiz olacaq inşallah. Arda videolarımız gələcək. Allah hər birinizin canını sağ eləsin.